5 yıl sonra özünüzü harda görmürsünüz? Latviyada görmürəm mən. Çünki harfimi ləğv eləyəcəklər böyük. Bəli, bu mənim və dediklərim doğru idi. 2025 mənim üçün belə keçdi. Pozitivlər və negativlər qarşı olacaq. Ən pozitivi təbii ki, toyumuz, gəlin maşını, zurna davul, rəqsimiz, artıq alması üçün baxırdım burada hamıya. Və Rigaya qayıdanda Samirə, mən və borçlarım olaraq qayıtdıq. Başqa məsələ. Sağ ol. Özgəsinə pis çıxmasın 5-dir. İndi sən də öz adammısın da, indi sən də verərsən də 5. 10 oktyabr ayına qədər buna görə çox çalışmalı oldum. Biraz arıqlamışam burada. Artısı 14 saat işləyirdim. Marafona qatıldım və bitirə bildim. United bitirə bilmədim. Romaya, Vilniusa və Tallinnə getdik. Maşın aldım, sonra satdım. United yenə uduzdu. Samirə Səlyana toya getdi. Napoliya oyuna getdi. Napolidə ayağımız islandı. 2 dəfə cərmələndi İtaliyada. Samir işi girdi. Dyson ala bildim axır ki. Rigada 2 dəfə cərmələndi. Yenə qoğal pişirdik, satdıq. İdmana başladım, futbola başladım. Dəxilsiz kontentlər çəkməyə başladım. Gimnaya, Latviş dilinə, Rus dilinə və şahmata başladım. United yenə uduzurdu. Yəni tanışlıqlar əldə elədim. Axır ki, universiteti peravoda edə bildim və 2024-25-ci illərdə yenilər fəslində Latviyaya qar yağdı.